Geçmişin qapıları. Sağ olun. Sağ olun. Nənəmin evi beləydi, tak. Dom Celil Mehmet Kozade. Ayda. Супер. Ne var burada? Bir чем-то пахнет, стариной пахнет. Şofbenin evinin Çal. Çal. Ой, девочки, лампочка. Смотрите. А это интересно. Akşam olmaz, sular eşitmez. Hatta siyah poğaçalı А, девочки, камин настоящий. Burada kaldıktan sonra da rehabilitasyon mutfağının kasabasında bir müddet pedagojik faaliyet anlaşıcı olup, daha sonra ise Şəhər rayonunun baş nömrəçinin İşət məktəbində müəllim işləmişdir. 1890-97-ci illər arasında isə Beynəlxalq məktəbində müəllimlik fəaliyyətini daha da davam etdirmişdir. Hətta orada şagirdlərin sayını 26-dan 40-a qədər yüksəlməsi